Yanvarın 18-də Kanada'nın Toronto şəhərində 1990-cı ilin 20 yanvarında Bakı şəhərində Sovet ordusu tərəfindən törədilmiş qanlı faciənin 34-cü il dönümü münasibəti ilə anım gecəsi keçirilib. Gecə Vətən İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdən hazırlanmış reportajı təqdim edirik. Gecənin sonunda Azərbaycan Respublikasının əməkdar artisti Həsən Ənami musiqi proqramı ilə çıxış etdi. Daha sonra tədbir ehsan süfrəsi ilə yekunlaşdı. Vətən İncəsənət və Mədəniyyət Mərkəzi iştirak edən qonaqlara və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.